Değerli ümrə zavvallarımız bir fikirlərini bildirirlər. Məzlumə xala buyur, fikrimi bildir. Fikrimi bildirirəm ki, Allah sənin canını sağ eləsin, bizi salamat apardın, Allah ömrü olsun eləsin. Hara getsən balaların üstündə yarıkar olasın. Amin, amin. Allah ana da belə gözü dolusu sənə versin. Sağ ol xala, Allah qəbul eləsin. Yetim saxlayır, əziyyət çəkir. Allah o ana dünya durdursın. Mənim pulum Allah xırdalar. Dünya xırdalayarım xala, qoy işimi görün. Xala buyur, bir neçə kəlmə fikrimi bildir. Sağ ol ay əziz oğlum. Həmişə əziz olasın. Allah gözlərinə nur versin. Minnətdaram. Təşəkkür edirəm. Bizim çətinliklərə dözdün. Halal elə. Həmişə bizi də yada sal. Gedək səninlə. Amin, Allah qəbul Çox eləsin. razı qaldım. Sağ ol. Çox razı qaldım. Allah qəbul eləsin. Buyurun. Allah sana razı olsun. Çok razıyım hakikaten. Təriflər layiqsin, səbərsəz ki. Allah qəbul eləsin, Allah yenə nəsib eləsin. Amin inşallah. Görüm o birisiləri ana. Aha. Mehriban xala buyur, ay Mehriban xala. Ne diyeyim? Fikirlərimi bildir tur haqqında, nə deyirsən de. Çok razıyam. Allah sizden razı olsun. Həmişə iş başında olasınız, xeyirli yollarda olasınız. Allah canınızı sağ eləsin. Razıyam Amin, sizdən. çox sağ olun. Vallahi Allah qəbul eləsin. Allah razı olsun. Əziyyətimizi çox çəkdik. Sara xala, danış. Allah canını sağ eləsin. Allah bizi də sağ-salamat gedəcək vətənimizə. Amin inşallah. Orxan, hara qalsan, tutmuşam gücüm. Danış, Allah diyan. senden razı olsun. Həmişə sənə hara məndəyəm. Allah qəbul eləsin. Nəyim? Papaqlı mı? O siz əvvəllər indi miniyi gözlüdü deyənə hələsi bir yerdədir. Biri pul dəyişir, biri nəsə dutufilidən qalan pulun xərcləyir. Allah Teala hər birimizə ümrə ziyarətin tezliyi ilə, həmçinin Məşəd Kərbəla ziyarətin dəyərli zəvvallarımız kimi nəsib eləsin.